Hər kəs tərəfindən sevilən xırçıltılı kələm turşunun hazırlanma reseptini sizinlə bölüşürəm. 2 kiloya yaxın kələm götürürəm və kələmlərin yumuram, üz qabıqlarını sadəcə olaraq soyuram. Ondan sonra başlayıram xırda-xırda doğramağa. Təbii ki, doğramaq üçün bu doğrayıcıdan da aldım. Düzdür, o qədər də belə kömək olmasa da, amma istədiyim kimi xırda doğradım. Siz bu qədər xırda istəməsəz, böyük də doğraya bilərsiniz. Amma mənə elə gəlir ki, bu kələmin ən dadlısı elə məhz xırda doğramağındadır. Həm də süfrədə çox gözəl görüntü olur. Bütün kələmləri bu qədərdə doğradıqdan sonra keçirəm kökü də rəndədən keçirtməyə. Əgər bu cür xırda doğranmış kələm tutursunuzsa, mütləq şəkildə kökü də çoğundur da rəndədən keçirtməlisiniz. Çünki bu daha gözəl görüntü bəxş edir. Ondan sonra sizə göstərirəm artıq. Mən hər bir şey keçirtmişəm rəndədən. Ayrıca qoymuşam və bütün kələmlərin hər birisini böyük bir qaba, doğradığım kələmləri böyük bir qaba əlavə eləyirəm. Hər birisini. Daha sonra isə əvvəldən hazır turşular üçün istifadə olunan duzdan almışam. Yaxşı-yaxşı duz əlavə eləyirəm. Qedim ki, duzu gözəl əlavə eləyirəm. Rəndədən keçirtdiyim kökdür. Çoğundur da əlavə eləyirəm. Başlayıram yaxşı-yaxşı qarışdırmağa. Tam hər birisi kök çoğundur. Bir kələmə yaxşı qarışdığından əmin olmalıyıq. Qarışdırandan sonra mən üzərinə əlavə eləyirəm iksus, 1 çay qaşığı və 1 çay qaşığı pesokda əlavə eləyirəm. Ardınca isə orada gördüyünüz kişniş tumu vardı. Onu əlavə edirəm. Çox gözəl dad verir kişniş tumu və lavlolis də, dəfnə yarpağı da əlavə eləyib qarışdırıram. Bir gecə saxlayıram qabda. Artıq gecədən səhərə kimi qabda qalır, yumşalır və suyu çıxır. Bundan sonra da bankalara yığıram. 2 balaca banka, bir də 3 kiloluq balonda çıxdı. Göstərəcəm indi sizə və qoyuram balkonda, sərin yerdə olmağı daha yaxşıdır. Qoyuram artıq 3 gündən sonra kələm gəlir. Yeyən hər kəs dadına heyran olmuşdu. Çox dadlıdır. Mütləq hazırlayın.